Salam, Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının əsas mövzuları ilə tanış olaq. 2016-cı ildə demək ki, mənim apardığım 22 iş üzrə qərar qəbul olunub. Vəkil Əsabəli Mustafayevlə müsahibə. This is the biggest political scandal since Watergate. And it's everybody's deepest hope that justice at last will be beautifully delivered. Donald Trump is out there stoking fear, disgracing our democracy, and insulting one group of Americans after another. Namizədlərin şəxsi keyfiyyətləri ABŞ seçkilərinin diqqət mərkəzində. Seçkilərin taleyini həll edəcək mühüm ştatlar. Prezident seçkiləri nə üçün noyabrda keçirilir? Mosul ətrafında azad edilmiş kəndlərdə vəziyyət. Ukrayna məmurlarının sərvətləri. Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər və məhkəmənin qərarlarının yerinə yetirilməsi ilə bağlı vəziyyətdən danışıb. Onunla müsahibəni Bakı müxbirimiz Pərvanə Bayramova aparıb. Əsabəli müəllim, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan qəbul etdiyi şikayətlərin spektrini necə xarakterizə edərdiniz? Sizin göndərdiyiniz şikayətlərin spektri necədir? Mənə elə gəlir ki, Azərbaycandan göndərilən şikayətlər konvensiyanın bütün maddələrini demək olar ki, əhatə edirlər. Ancaq son illərdə burada daha çox fundamental hüquqlarla, siyasi hüquq və azadlıqlarla bağlı daha çoxdur. O cümlədən də mənim də göndərdiyim işlərdə əsasən bu yönümlü işlərdir. Tutaq ki, sərbəst toplaşma hüququnun pozuntusudur, ifadə azadlığının pozuntusudur, azadlıq və şəxsi toxunulmazlıq hüquqların pozuntusudur. Mən daha çox bu mövzuda göndərirəm və qərarlar da əsasən mənim işlərim üzrə qərarlar da məhz bu mövzu ilə bağlıdır. O cümlədən də seçki məsələləri ilə bağlıdır. Daha çox göndərilir Azərbaycandan. Bəs sizin şikayətlər üzrə qərarın spektri necədir? 2016-cı ildə demək ki, mənim apardığım 22 iş üzrə qərar qəbul olunub. Bunlardan demək böyük əksəriyyəti şəxsi azadlıq hüququnun pozuntusudur, şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Yəni qanunsuz həbs, qısaca desək, qanunsuz həbsdir, sərbəst toplaşma hüququnun pozuntusudur. Bu harda 19 iş üzrə budur. Bir də seçki. Ədalətli seçki hüququnun pozuntusudur. 3 dənə işdə mülki həyatla bağlıdır. Daha doğrusu yerli məhkəmələrin qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır. Keçən ildə təqribən belə bir spektr idi. Yəni seçki, ədalətli seçki hüququnun pozuntusu və sərbəst toplaşma, sonra mitinqlərdə iştirakla bağlı, sonra qanunsuz həbslərlə bağlı və seçki. Yəni bu 3 tema bizdə prioritetdir və məhkəmə qərarları da əsasən bu ilə bağlıdır. Sizin fikrinizə görə Avropa məhkəməsinə şikayət göndərən vəkillərin qarşılaşdığı əsas çətinliklər nədir? Bu çətinliklərə məhkəmələrin işlərə çox gec baxması, yoxsa yerli məmurların vəkillərə təzyiqləri ilə izah etmək olar? Demək, əlbəttə Avropa məhkəməsində işlərə uzun müddət baxılması biz tərəfdarıyıq ki, tez olsun, insanların hüquqları tez bərpa olsun. Ancaq başa düşürük ki, bu mümkün deyil, çünki bu beynəlxalq təşkilatdır, məhkəmədir. 47 ölkədən ora minlərlə ildə şikayətlər gedir və cəmi 47 hakim vardır. Aydındır ki, tez baxılması mümkün deyil. Elə nəzərə alsaq ki, bəzi mülki işlərdə elə Azərbaycanda ya cinayət işi olsun, 3 il, 4 il müddətinə baxılır. Yəni, analogiyanı götürsük, bu qəbul ediləndir ki, Avropa məhkəməsində belə uzun müddətə baxılır. Lakin digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə işləyən mütəxəssislərin, vəkillərdir, hüquqşünaslardır, əlbəttə o şəraitdə işləmirlər. Yəni, bu insanlara böyük baskılar var hakimiyyət tərəfindən. Nümunələr göz qabağındadır. Tutaq ki, bu sahədə məktəb qoymuş İntiqam Əliyevin uzun illər həbsdə qalması, indi də təqiblərə məruz qalması, ofis bağlıdır, işləyə bilmir.
ölkədən çıxa bilmir. Sonra digər şəxslərin vəkillər kollegiyasından, tutaq ki, Xalid Bağırov son illər çox işləyir Avropa məhkəməsi ilə bağlı. Onun vəkillər kollegiyasından çıxardılması. Mənim özümə gəldikdə isə, tutaq ki, rəhbərlik elədiyim QHT-nin fəaliyyətinin dayandırılması, hansı ki, məhz pulsuz hüquqi yardımla məşğul idi və biraz da Avropa məhkəməsinə işlərin tərtibatına bağlı idi. Sonra ölkədən çıxışına qadağa qoyulması, bank hesablarına həbs qoyulması. Bu ancaq Avropa məhkəməsinə mənim işləməyimlə bağlıdır və digər şəxslərin də. Və son zamanlarda biraz bu ciddiləşib, yəni bu sahədə yumşalma yoxdur və bu baskılar da artır. Lakin yəni biz dözüb bu ilə işləyirik, yəni bu sahədə işləyirik yenə də. Avropa məhkəməsinin qərarları Azərbaycanda sonadək yerinə yetirilirmi? Avropa məhkəməsinin qərarlarının icrası iki istiqamətdə aparılır. Bir var qərarda göstərilən maliyyə məsələləri. Yəni məhkəmə qərarında göstərilir ki, kompensasiya olaraq mənəvi ziyan, maddi ziyan olaraq bu qədər ödənilməlidir ərizəçiyə, hüquqi yardıma olaraq bu qədər. Bir də ki, ümumi tədbirlərin görülməsi. Yəni o yazılmır qərarda, ancaq məhkəmə hansı aspektləri, hansı məqamları insan hüquqlarının pozuntusu kimi qəbul edibsə, hökumət məcburdur ki, o ilə bağlı hansısa tədbirlər görsün, ümumi tədbirlər. Bir var fərdi tədbirlər, mən bayaq dediyim kimi fərdi tədbirlər. Tutaq ki, bu əgər qanunsuz həbsdədirsə, həbsdən buraxılmalıdır, tutaq ki, İlqar Məmmədov kimi. Bu fərdidir. Bir də var ki, ümumi, yəni gələcəkdə tutaq ki, seçki hüququnun pozulmaması üçün hökumət neynəməlidir? Tutaq ki, seçki komissiyalarının tərkibini dəyişməlidir, seçki qanunvericiliyində dəyişikliklər eləməlidir. Bu ümumi tədbirlərdir. Əvvəllər belə idi ki, maliyyə məsələləri tez həll olunurdu. Yəni o 3 ay ayrılmış müddətdə kompensasiyalar ödənilirdi. Ancaq digər hissəsində isə ümumi tədbirlərin görülməsində, bəzən isə fərdi tədbirləri, məsələn, tutaq ki, İlqar Məmmədovun azadlıqdan həbs olunması hissəsində icra olunmurdu. Ümumi tədbirlər ümumiyyətlə, yəni qanunvericilik bazasında dəyişiklik olunmasıdır. Bunlar heç biri indi də, məsələn, məndə tutaq ki, 76 iş üzrə qərar çıxırılıb. Bunların heç birində ümumi tədbirlər icra olunmur. O cümlədən də hətta fərdi, məsələn, tutaq ki, kiməsə əmlakı özünə qaytarılmalıdır. Hətta o iş üzrə də, o məqamda da icra olunmayıb. Azərbaycanla bağlı bu sahədə böyük nöqsanlar var. Bunu daim biz vurğulayırıq. Avropa Şurası da vurğulayır, Avropa məhkəməsi də vurğulayır. Lakin təəssüf ki, irəliləyiş yoxdur. Birləşmiş Ştatlarda seçki marafonu finiş xəttinə çıxır. Təhlilçilərin çoxu 2016-cı il prezident seçki kampaniyasını tarixi adlandırır. Bu seçkilər əvvəlki seçkilərdən nə ilə fərqlənir? Maryland Universitetinin Amerika Siyasəti və Vətəndaşlıq Mərkəzinin direktoru Stella Rose ABŞ seçkilərini müzakirə etmək üçün bugün proqrama qoşulur. Siz qarşıdan gələn prezident seçkilərini mahiyyətcə və tonu baxımından necə qiymətləndirirsiniz? Seçkinin mövzuları nədir? Bu seçkilər əvvəlkilərdən nə ilə fərqlənir? Bu seçki əvvəlki seçkilərdən tam fərqlidir. Prezidentliyə namizədlərin xarakterik cəhətləri də fərqlidir. Onlardan biri indiyə qədər prezidentliyə namizədlər arasında ən çox təcrübəsi olan şəxs hesab edilir və qadındır. Başqa tərəfdə isə heç bir siyasi təcrübəsi olmayan, biznes aləmindən gələn outsider durur. Bu, Amerikanın siyasi tarixində indiyə qədər görünməmiş bir haldır. Namizədlər arasında bundan böyük fərq ola bilməzdi. Bütün bunlarla yanaşı hər iki namizəd Amerika elektoratı arasında olduqca qeyri-populardır. Onlar Amerika prezident seçkiləri tarixində iki namizədə verilən ən mənfi reytinqlərə malikdir. Bütün bunlar
bu seçkilərə özünə məxsus özəlliklər qatır və maraqlı edir. Seçkinin mövzularına gəldikdə onlar mənim fikrimcə əvvəlki seçkilərdə olduğu kimi müzakirə obyekti olmayıb. Burada mahiyyətindən çox hər iki namizəd haqda xoşagəlməz söhbətlər kimi boş danışıqlar müşahidə edilib və bu seçki dövründə üstünlük təşkil edib. Bütün bunlar Amerika ictimaiyyəti üçün əhəmiyyət kəsb edən məsələlərin hesabına baş verib. Mühacirət, terrorizm, səhiyyə xidmətləri və iqlim dəyişikliyi kimi məsələlərə namizədlərin xarakterləri qədər diqqət verilməyib. Rəy sorğuları namizədlər arasında gərgin rəqabətin getdiyini göstərir. Bu sorğular nə dərəcədə etibarlıdır? Seçki sorğularının cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir? Bəli, təkcə bir rəy sorğusu etibarlı hesab edilə bilməz. Amma bir sıra elmi cəhətdən əsaslandırılmış rəy sorğularına görə aydın olur ki, seçki sona yaxınlaşdıqca gərginliyi artır. Amerika siyasətini öyrənən çoxlarında bu təəccüb doğurmur. Amerika cəmiyyətində olduqca böyük qütbləşmə baş verib. Bizim aramızda hər iki düşərgədə çox sayda insan var. Çoxları respublikaçıların düşərgəsindədir, başqaları demokratların. Biz bərabər bölünmüşük. Buna görə də heç təəccüblü deyil ki, seçki gününə yaxınlaşdıqca rəy sorğuları bölünmənin olduğuna, ölkədə bərabər bölünməyə və insanların öz namizədinə dəstək vermək üçün mənsub olduğu düşərgəyə tərəf meyl göstərdiyinə işarədir. Amerikanın beynəlxalq səhnədə bəzi bədxahları prezidentliyə namizədlərin debatlarını və bu debatların tonunu tənqid edib. Siz bu iki siyasi düşərgə arasında fikir mübadiləsi və fikir ayrılıqlarını beynəlxalq auditoriya üçün necə izah edə bilərsiniz? Mən bunu deputatlarda reality show elementinin olması ilə izah edirəm. Çünki namizədlərdən biri reality show ulduzu media ulduzu olması ilə fəxr edir və o son 10 il ərzində yaratdığı bu obrazla müqayisədə dəyişməyib. Bu element həqiqətən də debatlar boyu yayıldı. Fikrimcə Hillary Clinton bunun belə olması üçün çox çalışdı. Amma o debatları belə bir mühitdə aparmalı olurdu və siyasi məsələlərin mahiyyətcə detallı müzakirə edilmədiyi üçün onun özü də bu atmosferə düşdü. Bunu beynəlxalq auditoriyaya izah edərkən demək istəyirəm ki, bu il bizim debatlarda reality show elementi mövcud olub. And I have one more question. Amerikanın siyasi landşaftında iki partiya var. Keçirilməyə başladığı dövrdən prezident seçkiləri əsas etibarilə iki namizəd arasında rəqabətdən ibarətdir. Bu fərqin arxasında duran səbəblər haqda məlumatı olmayanlar üçün Amerika demokratiyasının bu özünə məxsus cəhətini necə izah etmək mümkündür? Bəli, bu həqiqətən də unikal sistemdir. Çünki beynəlxalq aləmdə bir sıra başqa demokratik ölkələrdə çox partiyalı sistem mövcuddur. ABŞ siyasətində yalnız iki partiyanın dominant olduğuna görə unikal bir vəziyyət yaranıb. Bu partiyalar zaman keçdikcə dəyişib, onların adları dəyişib, onlara dəstək verən elektorat dəyişib, amma bizim sistem unikal olaraq qalır. Siyasi partiyalar bizim konstitusiyamızda qeyd edilməyib. Bizim konstitusiyanı yaradanlar iki partiyanın olması ya da siyasi partiyaların dominant rol oynaması kimi məqsəd güdməyib. Amma bizim cəmiyyətimizin quruluşunu nəzərə alanda iki partiyanın olması qaçılmaz idi. Bu iki partiya formalaşdırılanda bizim seçki qanunları üçüncü bir partiyanın ya da kiçik partiyaların seçki sistemində böyük oyunculara çevrilə bilməsinə mane olmaq üçün iki partiyanın xeyrinə yazılıb tərtib edilib. Bu iki partiyanın onların xeyrinə olan qanunlar üzərində dominantlığı, bir neçə qanunun onların xeyrinə yenidən yazılması, bizim sistemdə qalibin bütün səsləri alması, bizim seçkilərdə proporsional təmsilçilik yoxdur kimi faktlar iki partiyanın üstünlüyünə gətirib çıxarıb. Çox hallarda bir partiya qalib gəlir və başqa partiya məğlub olur və qanunvericilik orqanı olan konqresdə təmsil oluna bilmir. Bütün bu tarixi faktorlar bizim təsisatlar və seçki qanunları iki partiyalı sistemin yüksəlməsinə və dominantlığına, eləcə də onların üçüncü partiyaların sistemdə böyük rol oynamamasının qarşısını ala bilməsinə gətirib çıxarıb. Professor Rose, thank you very much for joining us. You're welcome. Thank you.
Noyabrın 8-də Amerikalılar yeni prezident seçəcək. İqtisadiyyat və xarici siyasət kimi məsələlər mühüm olsa da, rəy sorğularının nəticələri göstərir ki, seçicilər qərarlarını iki əsas namizəd, Demokrat Hillary Clinton və Respublikaçı Donald Trump'ın şəxsi keyfiyyətlərinə görə verəcəklər. Seçki kampaniyasının son günlərində Ağ Ev uğrunda rəqabət aparan Hillary Clinton və Donald Trump əsas diqqəti bir-birinin nöqsanlarına yetirir. Clinton'ın dövlət katibi olduğu dövrdə şəxsi e-mail adresindən istifadə etməsi ilə bağlı Federal Təhqiqatlar Bürosunun başlatdığı yeni təhqiqat onun etibarsız olduğu məsələsini yenidən önə çıxarıb. Trump isə dərhal bu vəziyyətdən sui-istifadə etməyə çalışır. Bu, Watergate-dən bəri ən böyük siyasi qalmaqaldır və hər kəs ümid edir ki, sonda ədalət öz yerini tapacaq. Seçki kampaniyasının son günlərində Clinton özünü müdafiə etməyə çalışsa da, eyni zamanda o, Trump'ın xasiyyətindəki qüsurları insanların diqqətinə çatdırmağa çalışır. Donald Trump insanlarda qorxu hissi yaradır, demokratiyamıza ləkə salır və hər dəfə bir qrup Amerikalını təhqir edir. Hillary is the one who broke the law over and over and over again. Adətən prezidentlik uğrunda seçki kampaniyalarında diqqət əsasən iqtisadiyyat, xarici siyasət və mühacirət kimi məsələlərə yönəlir. Amma ekspert Matt Dallek deyir ki, bu il tamamilə fərqlidir. This race has primarily become about character. Bu seçki əsasən xarakter və şəxsiyyət üzərində qurulub. Məncə bu xarakter məsələsi diqqət mərkəzində qalmağa davam edəcək və qeyri-adi bir şəkildə siyasi məsələlər adətən olduğu kimi o qədər də vacib olmayacaq. As central as they typically are. Rəy sorğularının nəticələri göstərir ki, bir çox seçici Clinton'ın etibarlı olub olmadığını sual edir. Ancaq daha da çox insan Trump'ın prezident olmaq üçün lazımi keyfiyyətlərə malik olmamasından qorxur. West Virginia Universitetinin təhlilçisi Patrick Hickinin dediyinə görə, hər iki namizədin qüsurları kampaniya boyu diqqət mərkəzində olub. Fikrimcə bu çox qeyri-adi prezident seçkisidir. Çünki hər iki namizəd Amerika xalqının əksəriyyəti tərəfindən sevilmir. Adətən bu namizədlərdən biri ilə baş verə bilər. Hər ikisi ilə deyil. Şəxsiyyətlə bağlı suallar bütün kampaniya boyu əsas məsələ olub. Trump ikinci debat zamanı Clinton'ı e-mail işinə görə tənqid edib. Əgər qalib gəlsəm, mən baş prokurordan bu vəziyyəti araşdırmaq üçün xüsusi ittihamçı təyin etməsini tələb edəcəm. Üçüncü debatda isə Clinton Trump'a qarşı qadınlarla bağlı mübahisəli şərhlərinə görə hücuma keçib. Donald düşünür ki, qadınları alçatmaq onu yüksəldir. O, qadınların ləyaqət və mənliyini təhqir edir və məncə hər bir qadın bu hissin nə olduğunu yaxşı bilir. Təhlilçi Patrick Hickey deyir ki, şəxsiyyətə qarşı bütün bu hücumlardan sonra seçkinin nəticələri namizədlərdən hansının tərəfdarlarının daha fəal olmasından asılı olacaq. Bu müəyyən mənada anti-seçkidir və fikrimcə bu o deməkdir ki, seçki günü mühüm olan seçici fəallığı olacaq. Yəni nəticələri hansı tərəfin tərəfdarlarının seçki məntəqələrinə getməsi müəyyən edəcək. ABŞ tarixində ən uzun və ziddiyyətli seçki kampaniyası növbəti çərşənbə axşamı başa çatacaq. Seçkilərin çoxu isə bu günü səbirsizliklə gözləyir. Seçkilərin sona yaxınlaşdığı bir vaxt kampaniyada Swing States adlanan ştatların nə əhəmiyyət kəsb etdiyinə aydınlıq gətiririk. Birləşmiş Ştatlarda seçkilər hər 4 ildən bir noyabr ayının əvvəli keçirilir. Lakin əvvəllər bu belə olmayıb. Növbəti süjetdə seçki gününün tarixinə nəzər salırıq. Heç düşündünüzmü nə üçün ABŞ noyabr ayının çərşənbə axşamı səs verir?
Bu həmişə belə olmayıb. İlk 15 prezident seçkisində hər ştatın özünün seçki günü olub. Sonradan təkmilləşmiş kommunikasiya ilkin ştatların gec səs verənlərə təsir edə biləcəyindən narahat olub. Daha sonra Konqres hamı üçün vahid gün seçib. Noyabrın ilk bazar ertəsindən sonraki gün. Bəs niyə çərşənbə axşamı? O zaman yollar bərbad idi. Seçki məntəqəsinə getmək bir gün alırdı. Konqres xristianların istirahət günü olan bazar günü insanların səfər etməsini istəmirdi. Məhz bazar ertəsi səs vermək istəyənlər yola çıxa bilərdi. Niyə noyabr? Amerikalıların çoxu fermer idi. Noyabrda məhsul yığımı başa çatmış olur. Şaxtalı qışa isə hələ vaxt var. Bu günlər yollar yaxşıdır. Amerikalıların çox azı fermerdir. Bəziləri seçkiləri şənbə gününə salmağı təklif etsə də, Birləşmiş Ştatlar noyabr ayının çərşənbə axşamı səs verməyə davam edir. Son günlər İslam Dövləti qrupuna qarşı həyata keçirilən hücumlar nəticəsində İraq qüvvələri və Kürdlərin peşmərgə döyüşçüləri Mosul ətrafında bir neçə kəndi ələ keçirib. Bununla qrupun son 2 il ərzində bu əraziləri necə tutduğu və necə nəzarət etdiyinə dair təsəvvür yaranıb. Bu kəndlərdən biri İraq Kürdistanında yerləşən Tarcaladır. Cəbhə xəttindən təqribən 10 kilometrlik məsafədə yerləşən kənd peşmərgə qüvvələri tərəfindən ələ keçirdikdən sonra əskərlər kənddə baxış keçirib. Onlar yaraqlı qrupun fəaliyyətini dağıntılar və viranəliklərdə axtarıb. Dükanlarda bomba zavodları təsis edilib. Kəndi koalisiya qüvvələrindən gizlətmək üçün neft yandırılıb. İşid yaraqlılarının cəsədləri hələ də buradadır. Onların nə qədərinin öldüyünü bilirik, amma nə qədərinin qaçdığı hələ bəlli deyil. Məscidlər qum torbaları ilə doludur. Yaraqlılar mövqelərini gizlətmək üçün torbalara eşikdə deyil, içəridə saxlayıb. Peşmərgə əskərləri IŞİD-in saldığı tunelə də nəzər salıb. Onlar məhz bu yolla qaçmağa nail olub. Döyüşçülərin dediyinə görə bütün bu faktlar IŞİD-la mübarizənin mürəkkəbliyinin göstəricisidir. Maşın bombaları və intiharçı hücumları kimi problemlər var. Biz İraq qüvvələri kimi yaxşı silahlanmamışıq. Bizə daha yaxşı və daha çox hərbi sursat lazımdır. Peşmərgə son nəfəsə IŞİD məhv edilməyənədək döyüşlərin davam etdiriləcəyini bildirir. Peşmərgə İraq ordusu və Şia partizanların yeganə hədəfi IŞİD olsa da, onlar arasında ciddi gərginlik mövcuddur. Ərazilər IŞİD-dən tam təmizlənsə belə, bir çoxları viran edilmiş evləri, bomba təhlükəsi və cəsədlərə görə doğma yerlərinə qayıda bilməyəcək. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi. Yüksək səviyyəli rəsmilərin öz əmlakını bəyan etmək kimi məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsi Ukraynada hakimiyyət nümayəndələrinin böyük sərvətlərə malik olduğunu göstərir. Təkcə Nazirlər Kabinetinin üzvlərində 7 milyon nağd pul olduğu aşkar edilib. Parlament üzvləri lüks avtomobillər, bahalı saatlar və incəsənət əsərlərinə malik olduqlarını bəyan ediblər. Təhlilçilərin sözlərinə görə bu korrupsiya ilə mübarizədə Ukrayna qarşısında uzun bir yol olduğuna işarə edir. 2014-cü ildə xalq hərəkatı və bunun ardınca o zamanki prezident Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə Ukraynada təmiz siyasət kimi yeni bir dövrün başlanması gözlənilirdi. Lakin hazırki deputatlar və yüksək səviyyəli məmurların malik olduqları sərvətləri açıqlaması Kiyevin Azadlıq meydanında barikadalar arxasında dayanan bir çoxlarının ümidlərini puça çıxarıb. Yeni insanların seçilməsi və hakimiyyətə gəlməsi üçün meydanda yüzlərlə insan həyatını itirdi. İndi bu deklarasiyalara baxanda görürsünüz ki, bunlar yeni insanlar deyil. Bu insanların böyük əksəriyyəti hələ də orada pul xatirinə oturub. Təkcə Ukraynanın baş naziri Vladimir Groysman öz evində 1,6 milyon dollar pul saxladığını elan edib. Ukraynalıların böyük əksəriyyəti deputatların çox zəngin olduğunu əvvəllər də bilirdi və müəyyən amnistiyanın olacağını güman edir. Bu sözləri Chatham House təşkilatının nümayəndəsi Orisia Luceviç deyir. Fikrimcə, bu gələcəkdə həmin adamların böyük sərvətə malik olduqlarını bir daha elan edə bilməməsi üçün bir başlanğıc ola bilər. Belə bir şübhə var ki, bəzi qanunvericilər
təhlükçilər gələcəkdə qanunsuz əmlaki örtbasdır etmək üçün öz sərvətlərinin miqyasını bilərəkdən şişirdilmiş şəkildə göstərib. Luseviçin sözlərinə görə Ukrayna ədliyyə məhkəmə sistemi korrupsiyanın aradan qaldırılması üçün gücləndirilməlidir. Bu insanların belə sərvətlər yığa bilməsinin bir səbəbi də ədliyyə sisteminin işləməməsi ilə bağlıdır. Ukraynada milyonçu olan 50-dən çox hakim var. Sistem dərin köklərə malikdir və hər yerə gedib çıxır. Burada söhbət təkcə bir hakimiyyət orqanından getmir. Avropa İttifaqı əmlak bəyannaməsini maliyyə yardımının göstərilməsi və vətəndaşlara vizasız giriş hüququnun təmin edilməsi üçün bir şərt kimi irəli sürüb. Avropa İttifaqı burada dayanmamalıdır. Çünki sistemin dəyişməsinə nail olmaq üçün bu, Ukraynanın atmalı olduğu 10 ya da 20 addımdan 2 və ya 3 addımdır. Ukraynanın korrupsiya ilə mübarizə idarəsi daxil olmuş 100 mindən çox vergi bəyannaməsindəki məlumatları yoxlamalıdır. Bununla da Amerika İcmalı proqramında bugünkü görüşümüz sona çatır. Siz Vaşinqtondan hər həftə efirə çıxan proqramlarımızı, eləcə də dünyaya baxış və showbiz buraxılışlarını Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan Xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşədək.